Nə Özbək, nə Qırğız, nə Qaraqalpaq, nə Tatar, nə Türkmən, nə Türk, nə Qazax. Bunlar bir ananın oğulları ikən, qardaşın dərdinə susurlar. Nədən? Ey Özbək, ey Türkmən, axı sən mənim həm din qardaşımsan, həm qan qardaşım. Sənin düşməninkən mənim düşmənim, düşmənin qəsdinə susan qardaşım. Qanını tökdülər qan qardaşının. Səninki deyilmi tökülən bu qan? Tüğyana gəlmədən bəs sənin qanın necə sakit axır damarlarından? Ey mənim dərdimə biganə qardaş, sənə uzatdığım qardaş əli idi. Mənim ayağıma dəyən çırtma daş sənin ürəyini göynətməli idi. Amma göynətmədi. İnandın yenə mənim düşmənimin şirin dilinə. Sən yadı tutdun. Sən dağa söykənib, məni unuttun. Bucağa qısanda məni o azğın, dilim bircə dəfə məni anmadı. Söylə, bəs müştərək əcdadımızın qanı da qəlbində qımıldanmadı? Qanı da qəlbində qımıldanmadı?